Bismillahirrahmanirrahim. Əziz möminlər, bildiyimiz kimi cümə namazının fəzilətləri haqqında məsumlardan kifayət qədər hədislər mövcuddur. Həzrəti Peyğəmbər Əkrəm buyurur ki, 4 şəxs sanki yenidən həyata başlayır. Birinci şəxs xəstəlikdən sağalan şəxsdir ki, əgər bir insanın xəstəliyi ola, o xəstəlikdən sağalır. Allah Rəsulü buyurur ki, o yenidən həyata başlanmış kimidir. İkinci, müşrikin və ya kafirin İslamı qəbul edilməsidir ki, Allah Rəsulü buyurur ki, bu şəxslər yenidən həyata başlanmış şəxs kimidir Allah yanında. Üçüncü, həcc əməllərini ixlasla yerinə yetirib tamamlayan şəxs yenidən həyata başlanmış şəxs kimidir. Dördüncü isə Allah Rəsulü buyurur ki, cümə namazını qılıb işinə davam edən şəxs, həyatına davam edən şəxs, həyatına yeni başlanmış bir şəxs kimidir. Əfsuslar olsun, bəzən möminlər cümə namazına önəm vermirlər. Öz işlərini, zəruri olmayan işlərini önə verərək cümə namazına önəm vermirlər. Amma hədislərə nəzər salsaq ki, görərik ki, Allah Rəsulü buyurur ki, cümə namazını qılan şəxs və işinin dalınca gedənsək, ardınca gedənsək, yenidən həyata başlanmış şəxs kimidir. Ümid edirəm, möminlər bu məsələdə diqqətli olacaqlar, cümə namazına qarşı səhlənkarlıq etməzlər və cümə namazının fəzilətindən özlərinə gözəl bəxşiş Allahdan alacaqlar.